idman növü ilə məşğul olmağın yaşı yoxdur. Misal üçün Vaqif Əhmədov kimi Vaqif müəllimin 63 yaşı var. Müsahibim 50 ildir ki, motosiklet idarə edir. Bayk onun üçün təkcə hobbi deyil, həm də artıq həyatının ayrılmaz bir hissəsidir. Motoya sevginiz necə yarandı? Uşaqlıqdan o vaxtı Sovet vaxtı idi. Yarışlar da çox idi. Həmişə mənim atam aparırdı mən baxırdım yarışlara. Azərbaycan çempionu çox olmuşam. Sonra Qazaxıstan, Özbekistan, Kirgiziya, Gürcistan Sovet vaxtında onların yarışında mən 3-cü yer tutmuşdum, 2-ci yerdə tutmuşdum. SSR-in çempionatında 9-cu yer tutmuşdum. Vaqif Əhmədov ölkədə keçirilən bütün yarışlarda iştirak edir və qələbə qazanır. Bu neçənci yarışınızdır ümumiyyətlə sizin? Heç sayı da bilmirəm, neçə dəfə mən Azərbaycan çempionu olmuşam. Sonra yəni ki, beynəlxalq yarışlarda da iştirak edirdik. Müsahibim deyir ki, bu idman növü diqqət və peşəkarlıq tələb edir. Motosiklet sürmək üçün ilk növbədə bütün təhlükəsizlik qaydalarına əməl etməyi də məsləhət görür. Düzdür, indi cavanlar çox qəşəng sürürlər. Yenə də bacarırsa sürməyə sürsün. Risk eləməsin. Əsas odur. Həmçinin müsahibim motosikl sürməyə xüsusi ayrılmış ərazilərdə öyrənməyi daha məqsədə uyğun hesab edir. Bu həm bakirlərin, həm də ətrafdakıların baş verə biləcəyi negativ hallardan qorunması üçün mütləqdir. Öyrənmək isə heç vaxt gec deyil. Nigar Babayeva, Fərid Ələkbərli, Telesər.